Salam, xoş gördük. Bugünkü qonağımız şair, senarist Pərviz Arifdir. Xoş gördük səni. Pərviz, bizim ümumiyyətlə format şəxsi inkişafla bağlıdır. Bura gələn qonaqlar dinləyicilərə öz təcrübələrindən, öz yaşam tərzlərindən, uğurlarından hekayələri bölüşürlər və töhfə verirlər. Məqsədimiz odur ki, dinləyənlər, bizə baxanlar, yəni ümumiyyətlə podkastdan nəsə öyrənsinlər. Bu cür giriş nəyə görə eləyirəm? Biz TikTokda, Instagramda, YouTube'da görürük ki, çox bayağı səviyyəsiz kontentlər var da. Və görürük ki, həmişə də tənqid var bunlara da. Girirsən kommentlərə, təhqir, tənqid, hər cür şeylər var. Biri video çəkir, tənqid edir falan. Amma bu həll yolu deyil də. Biz fikirləşirik ki, okey, tənqidi çox rahat eləyə bilərik də. İstənilən bir adam gəlib tənqid edir. Bizə həll yolları lazımdır, bizə çıxış yolları lazımdır. Mənim maraqlıdır ki, indi o kontentlər hamısı bir senaridir, bir fikirdir, bir ideyalardır da ortaya qoyurlar. Və mən də sənin yazdığın senarilərlə tanışam, sənin yazdığın şeirlərlə tanışam. Sən burada həlli nə görürsən? Yəni sən az-çox bu sferadasan, qiyabə, yəni tanıyırsan da bu insanların çoxunu da. Sənin həll yolun nədir? Səncə bunu necə yığışdıra bilərik? Necə həll eləyə bilərik? Necə məsələn mən podkastı paylaşıram, qonağım şəxsi inkişafla bağlı, töhfə verməyə bağlı çox ciddi fikirlər qoyur ortaya, amma məsələn baxış 10 nəfərdir, biri çox səviyyəsiz bayağı bir şey çəkir, 10 saniyə, 15 saniyə viral olur, trendə düşür falan və s. Bunun həlli nədir? Bunu necə həll eləyə bilərik? Bu mənə elə gəlir ki, əslində Babək sənin sualın içərisində bir 5-6 fərqli sual var idi. Yəni, hər danışanda mən birinə cavab düşünürdüm, gördüm ki, suallar dəyişir. Bu, mən belə düşünürəm ki, ümumiyyətlə, bütün dünyada belə formadadır. Yəni, bayağı olan, bir qədər də bayağı nədir? Yəni, xalqın hər hissəsinə, hər kateqoriyasına şamil eləyən, yəni hər kəsin anlaya biləcəyi bir şeylər daha tez yayılır, daha tez məşhurlaşır. Bəlkə də bu normal haldır, həqiqətdir. Çünki bizim istənilən formada sənət düşündüyümüz, sənətsel baxdığımız şeylər təbii ki, hər kəsə şamil ola bilməz. Və kəmiyyət burada təbii ki, keyfiyyətlə tərs mütənasib olmalıdır. Bu da reallıqdır. Amma indi hissə-hissə danışsaq, məsələn, başlasaq televiziyadan danışmağa ki, bizim aşağı-yuxarı bir 7-8 il televiziya təcrübəmiz var. Yəni, elə də çox deyil, amma indi az da sayılmaz. Çünki bu az müddət ərzində bir xeyli iş görmüşük. Çünki fərqli seriallar, filmlər və aşağı-yuxarı 20-dən çox verilişin senaristi, redaktoru kimi fəaliyyət göstərmişik komanda şəklində. Televiziyada vəziyyət hal-hazırda da orada çalışsaq o qədər də ürək açan deyil. Əslində bu elə mövzulardır ki, mən bunu hansısa verilişdə qonaq olanda tam rahat danışa bilmərəm. İndi nəzərə alaq ki, bu YouTube verilişidir, televiziya verilişi deyil. İlk növbədə mən fikirləşirəm ki, problemlər, sən onu düzgün vurğuladın ki, tənqidlə nəsə həll olunmur. Ki, bu, məsələn, ədəbiyyat sahəsində satirik şeirlər var, kinayəli, eyhamlı və onlar tam da ciddi, yəni ən yüksək pillədə olan formada, üslub kimi qəbul olunmur. Çünki onlar da neyinsə həllinə çalışmayan bir növ şeir növləridir və eləcə də tənqid istənilən sahədə də, eləcə də film, məsələn, televiziya sahəsində də. Çünki hər kəs tənqid edir. Baxırsan ki, hamı bir-birini tənqid edir. 100 nəfər var, 99'u narazıdır. Amma biz hamımız bilirik ki, problem o bir nəfərdə deyil. Bəlkə də o bir nəfər danışmayan, heç kəsi tənqid eləməyən adam var. İşini ən düzgün görən bəlkə də odur. Yəni, çox zaman əksinə olur. Tənqid eləyənlər bir növ o tənqidləri özündən kənarlaşdırmaq üçün başlayırlar birinci başqasını tənqid eləmək ki, bu proseslərdə mənim günahım yoxdur. Yəni, mən də sizinlə həm fikirəm, mən də bilirəm ki, filan problemlər var. Güya ki, ən təmizi bunlardır. Amma birinci növbədə məncə problem maliyyə problemidir. Çünki bayağı işlərin yaranmasında, məsələn, xüsusən də televiziyada müəyyən film serialların və verilişlərin
yaradılmasında və sonra davam etməyində bir maliyyə tələb olunur. Bu maliyyə olmadığı təqdirdə artıq rəhbər insanlar başlayırlar kommersiya məqsədli addımlar atmağa. Təbii ki, kommersiya məqsədli addımlarla yanaşı bizim o gözlədiyimiz Keyfiyyət düşür. keyfiyyəti və yaxud da o səviyyəni gözləmək çox çətindir. Amma lazımi olan, məsəl üçün, maliyyə olsa, mən misal üçün ictimai televiziyanı çəkə bilərəm ki, oradakı verilişlərin və yaxud çəkilən son dövrlərdə serialların həqiqətən keyfiyyəti, səviyyəsi Yəni orada kommersiya yüksəkdir. maraqları yoxdur ona görə. Yəni dövlət Təbii ki, maliyyələşdirir və dövlət onların tərəfindən maliyyələşir. Azərbaycan televiziyası da, mədəniyyət kanalı da daxildir bu siyahıya. İndi amma nisbətən son illərdə ictimai kanalda daha yaxşı işlər görünür. Çünki bir qədər zəngin onların heyəti var. Yəni həm intellektual verilişlər var, həm fərqli mövzularda seriallar çəkilir. Amma digər kanallarda kənardan olanda, belə deyim də, qınamaq asandır. Mən də məsələn bu sahədən uzaq olanda rahat deyə bilirdim. o divanda oturub o əlimdə pult bir kanalları dəyişib qınayan insanların siyasında idim ki, baxmalı bir şey tapa bilmirsən. Amma işin içinə daxil olanda başa düşürsən ki, bütün günah da oradakı bizim, belə deyim də, o gördüyümüz simalarda deyil. Çünki Tələb eləyənlərdədir. kanal ayaqda qalmaq üçün sponsorlarla daimi kontaktdadır və sponsorların da bir gözləntiləri var, reytinq cədvəli var da televiziyalarda və indi biz gəlirik, qayıdırıq O kökə. dəqiq deyil ümumiyyətlə. O reytinq məsələsi də bayağı olan verilişlərəmi və yaxud da yumoristik seriallara mı daha çoxdur. Və avtomatik sponsor da istəyir ki, sənin elə məhsulun olsun ki, mən sənə pul ödəyim, kanal da onlardan asılıdır ki, ondan pul alsın ki, öz kanalını ayaqda saxlasın, işçilərin əmək haqqısını ödəsin. Mən onda belə düşünürəm də. Sən onda həll yollarından birini deyirsən, ümumiyyətlə maliyyə problemidir. Aha. Amma mən bir məhsul var, təsəvvür elə Pərviz. Mən bunu satıramsa və təsəvvür çox keyfiyyətsiz bir məhsuldur və bunu alan 1 milyon adam var da. Mən keyfiyyətini düzəldəndə 10 nəfər alır. Problem məndə deyil də, tələbatdadır. Deməli, müştərilər dəyişmək lazımdır da. Onda bizim bu bayağı verilişlər olsun, bayağı kontentlər olsun, bunun müştəriləri çoxdur Azərbaycanda. Aha. Deməli, biz həll yolumuz orada olmalıdır da. Onları dəyişmək lazımdır. Çünki indi sən ssenaristsən, bilmirəm sənin xəttin, yolun necədir. Sənə məsələn gətirdilər 50 min bəs bir dənə çox bayağı bir dənə təklif verdilər, 50 min verdilər. Yazarsan da onu böyük ehtimal. Yenə də çünki sən həyatını bundan qazanırsan da, ssenaridən falan qazanırsan. Mən düz deyirsən, mən ssenaristdə, kanalda problem görmürəm. Tələbat, sən çox doğru deyirsən, tələbat budur, kanal ayaqda qalmalıdır, sponsor verməlidir və bayağılıq da bu cür get-gedə, qartopu kimi böyüyə gedir. Əvvəl 1 milyon bayağı intellektual səviyyəsi aşağıdan var isə, gələn 2 milyon olur da bu. Çünki artıq yenilərini yaradırlar bu kontentlə də. Görürük də biz verilişləri, mən Azərbaycanda ən çox tənqid olunan verilişlər var, indi adını deməyəcəm. Ən reytingdə odur. Girirsən kommentariyasına 100 mindən kommentar var, hamısı təhqirdir, amma reyting verir də bu. Geri dönüş feedbackləri var da. Avtomatik də sponsorlar. Avtomatik sponsor da. İndi sponsorda belə bir şey də. Bu sponsor tərəfində də mən problem görürəm ki, Pərviz, mənim əlimdə bir məhsul var, mən sponsor verirəm, reklam yerləşdirirəm də. Mən baxıram ki, o çox bayağıdır, çox səviyyəsizdir. Mən məhsulumu ora niyə qoyuram? Bu strategiya səncə düzdür? Yəni bayağı bir verilişə, bayağı bir qalmaqallı, orada pulka atır, buna orada təhqir verilişin üçün mən gətirirəm ora sponsor qoymuşam. Özdə məsələn atıram bir klinikanı ya kalbasa şirkəti falan. Gətirib ora qoy. Daha səviyyəli kontentlərə, daha səviyyəli yerlərə sponsor qoysaq, bu format üzərində işləyən adamlara stimul olmaz.
Yəni sponsorlara dəstək verər. Təbii ki, yəni %100 elə olmalıdır. Ümumiyyətlə bizdə sponsor kimi, məsələn, onsuz da Azərbaycan özü də balaca ölkədir. Azərbaycan məsələn televiziyası da aşağı-yuxarı 6-7 kanalımız var. Və sferada olan sponsor şirkətlər də çox azdır. Baxırsan ki, elə eyni şirkətlər də dəyişirlər. Bir müddət bu kanalda idi, indi keçdilər o kanala. Çünki əksər şirkətlər ümumiyyətlə maraqlı olmurlar heç bir sahədə sponsor kimi iştirak eləməyə. Əksər şirkətlər, bu bir reallıq da var ki, ümumiyyətlə özlərini bir el dili ilə desək ki, gözə soxmaq istəmirlər ki, mən o qədər də görünməyim, bunun başqa tərəfləri də var. Ona görə qaçırlar bu məsələlərdən. Və mən fikir vermişəm ki, babəki onların çoxunda indi bəlkə də kimsə baxar xətrinə deyər, amma indi hər şirkətin öz marketinqi olur, marketinq direktoru və s. işçilər yəqin ki var orada. Elə bir düzgün strategiyadan işləmirlər və yaxud da prosesləri yenə el dili ilə isə yola verirlər. Yəni ki, hə, mənim günüm tamam olsun, ayın sonunda maaşımı alım. Ümumiləşdirsək, Pərviz, həll yol məsələsində sponsorlar, düzdürmü? Sonra maliyyə problemləridir. Məsələn, mən bura təhsil qataram. Təhsil o birinci növbədədir. Məsəl üçün, uşaqlığından, məsələn, çox səthi nümunə verəcəm. Məsələn, Beethovena qulaq asan, nə bilim, Tolstoy oxuyan uşaq və s. Dünya klassikalarına, Azərbaycan klassikasına, möhtəşəm kinolarına aşina olmuş uşaq. Muğama qulaq asan uşaq gəlib X bir verişə baxmayacaq böyük ehtimalda. Yəni o ailədən, o da əlbəttə ki, o uşaq özünə yetişmir, o ailə elə olmalıdır. Gözünü açmalıdır, görməli ki, məsələn, ata oturub kitab oxuyur filan. Bəli. Evdə daha etik davranışlar filan, bəli, xeyr, qapını açdı, yol verdi filan. Uşaq konkret deyil, izin verişinə baxmayacaq da o uşaqda. Deyəcək, o, bu pisdir. Bu yaxşı deyil. Amma indi məsəl üçün əksər evlərdə elə uşaq ağlı kəsəndən görürsə, hə, məsəl üçün evdə böyüklər konfotda veriblər, otururlar, baxırlar. Onun şurası. Uşaq da deyir ki, bu normaldır. Yəni bu adam efirdədirsə, deməli bu ciddi uğurlu adamdır, bu etalondur, bundan nəsə öyrənmək də olar. Yəni çünki məsələn Hollywood effekt deyilən şey var da. Hollywood 20 dənə kino çəkir, 10 il sonra o 20 dənə kinonun verdiyi mesajla milyonlarla xarakter formalaşdırırlar, uşaqlar böyüdürlər. Bildiyiniz üzrə. Məsələn, uşaq var özün Batman oxşadır falan. 30 yaşında da o Batmandir əslində. İçində bir dənə Batman var da, o təbliğatdır da bu. Bu cür formalaşdırırlar. Mən də deyirəm ki, Azərbaycanda bu şeyi aradan qaldırmaq üçün təhsildən vacib. Çünki mənim sənin qələmə bələdəm də mən. Bizim şəxs tanışlığımız vardı. Mən sən necə möhtəşəm fikirlərin, dərin fikirlərin olduğunu bələdəm və sənə gələn sifarişlər sənin potensialın deyil də. Qatılırsan fikrimə. Yəni sən daha dərin, daha məsələn qardaşım Elvin Paşaya da salam göndərirəm. Hə, salam. Elvin Paşa ilə bir yerdə işləyirsiniz də, proyektləri falan. Elvin Paşa və sən çox dərin adamlarsınız və sizin sferada çox böyük işlər görə bilərsiniz də. Yəni mən deyim ki, qlobala çıxarsınız, ciddi işlərdə deyirəm də. Da Vine-la qlobala çıxmaqdan danışmıram. Yəni mən başqa iş qoyarsınız, ideya qoyarsınız. Amma sizə gələn sifarişlər o deyil də. Sonra deyirlər ki, Azərbaycan niyə Amerika ilə rəqabət aparamır? Hə, biraz yaralı mövzumuzdur. Çünki Elvini mən də salamlayıram. Elvin tək mənim belə deyim də iş yoldaşım, işdəki şərikim, ortağım deyil, həm də həqiqətən, yəni sirdaşımdır və həyatda bir çox məsələlərdə məsləhət aldığım, örnək aldığım insandır. Amma sırf bu mövzudur ki, bəlkə Elvinlə ən çox mübahisə elədiyimiz bir yaralı yerimizdir. Hə, müzakirə yox, yəni mübahisə elədiyimiz mövzudur. Çünki mən hər dəfə nəsə olur da, yəni o məqam gəlir, damarım tutur, tələb edirəm ki, mütləq nəsə eləməliyik biz. Bu da adətən nə vaxt olur? Hansısa bir yaxşı filmə baxıram, yaxşı nə bilim bir seriala baxıram, düşürəm onun təsirinə. Ki demək olar olsa mən hər gün nəyəsə baxıram da, yəni somsa çalışıram ki, bir ya filmə baxım ya da bir bölümə baxım hansı serialdan. Düşürəm təsirinə, Elvini o dəqiqə dəng edirəm ki, yox, biz nəsə eləməliyik, bu işləri dayandırmalıyıq. Amma bir reallıq var da, yəni ümumiyyətlə bütün dünyanı demək olar ağuşuna alan
kapitalizm var və bəlkə də bizim ölkədə daha çox yayılıb, bilmirəm indi mən o qədər də yəni ölkə gəzməmişəm, o qədər anlayışım yoxdur. Yəni dünya ölkələrindən buradayam bəlkə mənə elə gəlir, yəni bəlkə orada daha pisdir vəziyyət. Bu tendensiya bütün dünyada belədir. Hə, çox güman ki belədir, amma bu məni məsəl üçün bizim ölkədə sıxır, narahat eləyir ki, bir var ki, məsələn, mən düşünürəm indi elə çox yaşım yoxdur, amma məncə 15 il, 20 il bundan öncə tam belə deyildi. Bir qədər bunun yumşaq forması idi, amma indi sanki Babək hamı qəbullanıb və pul məsələsi, pul qazanmaq məsələsi daha ümdə məsələyə çevrilib də. Yəni hətta tutalım sən hansısa yollara əl atmırsansa, sənə artıq avam kimi, bacarıqsız kimi baxırlar. Demirlər ki, yox bu falan məsəl üçün bu qürurlu insandır. Hə, o şeylər artıq keçib. Amma mən səhv xatırlamıramsa 15-20 il öncə belə deyildi. İndi məsələn hətta haqq qazandırmaqlar var. Hətta əvvəl yadımda idi, deyirlər ki, filan kəs filan yollarla pul qazanıb, kimsə bəlkə də qınıyardı. İndi düşüncə budur ki, bazarana can qurban. Bu da təhlükəli fikirdir də. Hə, təbii ki, çox təhlükəlidir. Yəni bu bacarmaq məsələsi deyil. Axı insan hər kəsin daxilində, o xislətində var ki, hər şeyi bacara bilərsən. Amma nəyi eləyərsən, nəyi eləmərsən, bu artıq insanın öz düşüncəsinə, əqidəsinə qalan məsələlərdir. Əhsən. Sizin onda bu sfer belə deyək də, sponsorlarımız, kanallarımız və baxanlar hamı bir yerə yığışsaq, ölkənin bu məsələsini həll edə bilərik əslində ki, İctimai TV çox qəşəng nümunə dedin. Bu şeydə öncüdür məncə. Qəşəng işlər qoyur ortaya və yaxşı reytinq verir. Bu da göstərir ki, Azərbaycanda keyfiyyətli işə maraq var. Bəli. Reytinq də verir. Düzdür, o reytinq daha çox, məsəl üçün, onların reytinqi YouTube-da olur, yəni baxış sayında olur. Yenə biz hər həftə reytinq cədvəlinə baxırıq da, ümumi kanalların reytinq cədvəlinə. İctimai kanal yenə uduzur o keyfiyyətli işlərə görə uduzur yəni. İşlərinə görə hardasa bir 4-cü, 5-ci yerlərdə olur da kanallar siyahısında. Televiziya tamaşaçısı amma başqadır, sosial şəbəkələrdən, yəni xüsusən YouTube izləyiciləri də başqadır. Bunu da biz reallığını bilirik. Təbii ki, mənim üçün hal-hazırda YouTube daha obyektivdir. YouTube izləyicisi, yəni YouTube baxış sayı. Çünki bu hər kəsə açıq olan bir şeydir. Amma televiziya reytinqi bu müxtəlif evlərdə olan reytinqi tənzimləyən, evdə olanların da indi müəyyən yaş məsələsi var, müəyyən düşüncə məsələsi var ki, artıq bu reytinqə və reytinq biixtiyar təsir edir sponsorlara və onların tələbi ilə, bunlar hamısı zəncirvarıdır. Onların tələbi ilə, onların istəyi ilə və yenidən bu tipli verilişlər çəkilir, o tipli o sayaq qonaqlar efirlərə çağırılır və biz də kənardan baxanda elə bilirik ki, elə hamının düşüncəsi budur. Əslində belə deyil. Bizim indi bu podkast ümumiyyətlə məqsəd budur. Elə bir biz o cəbhədə olardı və əllərində çox silah-sursat var, böyük imkanlar var. Biz də bu cəbhədəyik. Hansı ki bizim o qədər də böyük imkanlarımız yoxdur, amma nəsə eləməyə çalışırıq. İnşallah bizim uğurumuz yalnız töhfə olacaq, insanlar olacaq. Yəni bizim sənin bir söhbət və sənin bir monoloqa qulaq asıb nəsə götürüb bir xətt, düzgün yol gedən adam olsa bir dənə bizə kifayət eləyir. Bunu suala gətirmək istəyirəm. Yəni məsələn mənim məqsədim, podkastda məqsədimiz töhfə verməkdir. Biz bunun Amerikan stilini görmüşük. Biz bunun türklərin bu versiyaları var falan. Biz çağıraq işin peşəkar adamları, amma plus işində vicdanlı, plus da təcrübə, uğur və s. hamısı bir yerdə. Bu cür adamları çağıraq və bu adamlar maddi mənəvi olaraq izləyənlərə öz fikirlərini, töhfələrini versinlər ki, mən dediyim kimi Amerikada da bu cür podkastlar var. Böyük iş adamlarını çağırırlar və böyük sənətkarları çağırırlar, amma hamısını yox da. Məsələn, sənə qismətdə sən çağırasan böyük iş adamlarını. Çox sağ ol, inşallah. Və onlar nələrsə öyrədirlər və bu bir qartopu effekt yaradır və sabirsin başqası ondan çəkilir, başqası bir formatdan nəsə çəkir, falan eləyir və məqsəd budur. Sual vermək istəyirəm ki, Pərviz, sənətkarın da, sən bir sənətkarsan da, şairsən da, sənətkarın məqsədi nə olmalıdır ümumiyyətlə?
Biraz düşündürücü sual oldu. Əgər buna ədəbiyyat nöqteyi nəzərdən baxsaq, mən düşünürəm ki, sənətkar, şair bir qədər bəşəri düşünməlidir. Onun yazdığı hansısa bir, hətta ssenarini də bura daxil eləyə bilərik, yazdığı hansısa bir əsərdə fərqi yox, nəzm olsun, nəsr olsun, hansısa bir mesajlar olmalıdır. O mesajlar ki, düşünsün, ya bu günə xitab eləyir və yaxud da gələcək nəslə hansısa bir tövbəsi var və yaxud da kimlərinsə həyatına təsir edəcək. Bu dünya ədəbiyyatında çoxdur belə nümunələr. Mən məsələn indi özümüzdən misal çəkim, məsələn Nizami Gəncəvinin əsərlərində o ibrətamiz müəyyən məsnəvilərində var ha. Orada müəyyən mesajlar var. Halbuki indi bizə çatan hissə tərcümə olunan hissəsidir. Yəni fars dilində daha dərindir, amma tərcümələrindən də biz oxuyub bugünkü günə qədər həyatımızda, hətta bəziləri artıq bir növ atalar sözünə, aforizmlərə çevrilənlər var ki. Onlar tövhələridir. Bəli, bəli. Pərviz Arifin tövhəsi nədir sənətkar kimi? Məsələn, mən kitabı da kamera göstərim. Adı Leyladır. Bunun təqdimatında mən də iştirak eləmişəm. Pərviz Arif lap belə spesifikləşdirirəm sualı da. Pərviz Arif bu kitabla məqsədi nə olub? Böyük ehtimal ki, Azərbaycanda kitabdan böyük məbləğlər pullar qazanılmır da. Yəni böyük ehtimal sən də bundan heç nəinki pul qazanmamısan, böyük ehtimalda xərcləmirsən də. Məqsədi nə olub ümumiyyətlə bu kitabda? Yəni bu yaxşı tərəfi olub ki, hə, xərclədiyimdən bir qədər çoxunu qazanmışam, amma təbii ki, o heç yəni bir aylıq gəlir kimi nəzərdə tutulmur da. Yəni kitab Azərbaycanda gəlir nöqteyi kimi deyil. O ki, qaldıq suala, bu kitabı yazmaqla, məsələn, mən deyərdim ki, mənim bir dövrlərdə ən çox sevilən, özümün də ən çox sevdiyim şeirlərimdən biri Fələstinli uşaq şeiridir ki, həmin o kitabda o şeir də var. Möhtəşəm şeirdir. Çox sağ ol və düşünürəm ki, mən ən azından bir kitabın içərisindəki bir şeirlə insanlara onu çatdırmaq istəmişəm ki, uşaqlar, körpələr hər zaman məsumdur. Dilindən, dinindən, irqindən asılı olmayaraq və uşaqları qətl eləmək olmaz, onları qorumaq lazımdır. O şeirdən bir 2 sətir, 4 sətir əzbərində varsa. Mən çox bəyənirəm o şeiri. Məni əhv eylə Fələstinli uşaq, hələ tezdir, yaşayırsan nələri, sənə bəxş etdi həyat gülləri yox, güllələri. Belə qardaşlıq olar. Mən uşaqlıqda atamla əl-ələ dolanım hər qarışın can vətənin, sən uşaqkən ata can tapşıra qarşında sənin. Belə düzgünlük olar. Hanı dünyanın ədalətliləri, hanı İslamımızın əhdə sədaqətliləri, niyə din qardaşının dadına yetmir görəsən? Min əlatsız uşağın naləsini bir ərəb şeyxi eşitmir görəsən. Gözəl. Bu sualın cavabı oldu. Mənim sən məqsədin nədir? Bir sənətçinin məqsədi nədir? Bir sənətçinin məqsədi budur mənim üçün. Çox ağır mövzuya toxunmusan və çox gözəl mesajdır bu. Məqsəd ümumiyyətlə kommersiyadan, maddi qazancdan uzaq, mənəvi şeylər olanda daha dəyərli olur da, düzdürmü? Bu da həmin məsələdir. Bizim standart podkastda hamıya verdiyim bir sual var. Bir tələbə, bir yeni başlayan bu işə, ilk dəfə əlinə qələm alan adam necə şair ola bilər və necə ssenarist ola bilər? Bunun yol xəritəsi nədir? Konkret düsturlarla da hansı yollar keçməlidir? Nələrdən keçməlidir? Məncə istənilən məsələdə ən önəmli proses bazadır, insanın bazasıdır. Hətta bir məsələ deyim, elə bu Elvin Paşa bu yaxınlarda mənə dedi o məsələni, bir nəfərlə görüşdə deyir, bir motivator var idi. Soruşdum ki, mənə bir cümlə nə deyə bilərsən də, yəni motivasiya ilə bağlı. Qardaş da adını xatırlamıram. Deyib ki, Elvin çalış, iş olmadığı günlərdə də, heç bir işin, qazancın olmadığı günlərdə də işləyəsən. Çünki türklərdə bir deyim var, indi mən o qardaşın sözünə əlavə eləyim. Türklərdə təxminən
belə xatırlayıram da, bir ifadə var ki, şans hər zaman parlaq zəkalara gülür. Gözəl sözdür. Hə. İndi o oğlan da belə bir şey deyib ki, çünki deyir şans bir qəribə halda elə bir hər gün paylanılır. Və deyir sən daim işlək vəziyyətdə olmalısan ki, o şanslar paylanılan anda elə bir ki, oyaq olmalısan da. Necə məsələn biz də bunu bilirik, əsrlər öncə dedik ki, məsələn ruzu dalıyca səhər gedərlər. Bunu hətta bizə böyüklərimiz də deyirdi ki, hə, tez qalxan insan həyatda qazanar. Yəni daim aktiv olmaq, o bazanı toplamaq lazımdır. Yəni işlək vəziyyətdə olmaq lazımdır. Bir ssenari bazalı olmaq. Hə, çünki mən nədən düşünürəm? Məsələn biz daha çox komediya yazırıq da, yəni yumor ssenariləri yazırıq. Mən xatırlayıram ki, illər öncə heç bir bağlılığım, aidiyyətim olmayanda bu sahəyə tamam başqa bir işdə işləyəndə mən geologiya sahəsini bitirmişəm. Bir müddət o sahədə işləmişəm və indi o şeirlər falan, onlar da paralel olaraq fəaliyyət göstərirdim. Amma qazanc olaraq, yəni ssenaridən heç bir qazancım yox idi. Amma illərlə, xüsusən də indi dili biraz bizə yaxın olduğuna görə, anladığıma görə, türklərdə olan müəyyən komediya filmləri olsun və yaxud da ən çox onlarda BKM çox gözəl hərəkətlər və o sayaq olan skeçlərə və yaxud hansısa stand-uplara bəlkə də bir 10 il baxmışam dayanmadan. Və o məndə bir baza yaranıb. Hə. Və sonra biz birdən-birə həyatımızda bir növ bu şansla da bağlı oldu. Artıq bu sferaya düşəndə mən bir elə bir ki, bir arxaya çevriləndə gördüm ki, həmən müəyyən bir bazam var. Məlumatım var ən azından. Yəni o şeyləri görmüşəm. Bu sahənin özü praktiki olaraq mənim üçün yenidir, amma müəyyən məlumatlarım var ki, mən özümü tam da bu sahədə yeni xam kimi göstərməyə bilərəm. Adı Leyla idi kitabı 2018-ci ildə nəşr olunub, artıq illər keçib, amma 2013-cü ildə Buna da Şükür adlı şeir və qəzəllər kitabım var idi və mənim yadıma gəlir artıq bu kitabın nəşri prosesində mən o kitabda olan yazıları, şeirləri demək olar ki, yəni özüm qəbul eləyə bilmirdim ki, hə, o dövrdə belə nələrsə yazmışam da, yəni. Çünki bu bəlkə də indi biraz təkəbbürlü səslənər, amma düşünürəm ki, bu daim belə olmalıdır. Məsələn, hal-hazırda da mən o kitabdan tutalım orada bir 50 şeir varsa, onun 10 dənəsini qəbul eləyirəm. Və 10 il sonra da dəyişəcək. İndi bir kitab yazsam, tutalım indi düşünürəm ki, mən şeiriyyatı və yaxud da qəzəli, əruzu bilirəm və hal-hazırda yazdığımı təbii ki, istəyirəm ki, ən yaxşısını yazım. Amma mən bugün bir kitab nəşr eləsəm və 5 ildən sonra 40 yaşımda o kitabı oxuyanda desəm ki, bu kitab çox mükəmməldir. Fikirləşəcəm ki, mən 5 il ərzində heç bir inkişaf eləməmişəm, yəni hələ olduğum yerdə qalmışam. Əhsən, gözəl yanaşmadır. Yəni daim üstünə qoymaq da. Mütləq. Pərviz, sən şairsən və möhtəşəm şeirlərin var. Mən səndən inanıram ki, qəşəng bir cavab alacağam. Həyatı mənalı eləmək üçün nə lazımdır? 2 cümlə, 3 cümlə istəyirəm. Çox qısa. Ki, baxan onu yazsın bir yerə, vursun divarına. Necə eləyə bilər ki, həyat mənalı olsun? Məncə həyatı mənalı eləmək üçün qəti qərarlı olub düşündüyün addımı vaxtında atmalısan. Məsələn, bir sətir xatırladım yazdığım şeirlərdən. Ya gərək atəşi eşqə yanasan vaxtında, ya da yanmaqda xeyir yox, qanasan vaxtında. Fərqi yoxdur. Hansını edirsən elə, amma qərarında qəti olmalısan və vaxtında eləməlisən ki, sonra peşman olmayasan. Bizim ailələrdə biz SSR görmüş insanların övladlarıyıq da. Və bu kommunizm onlara bir şey öyrədib ki, uşaqlarımız mühəndis, həkim və yaxud da ki, xüsusi ixtisaslarda ixtisaslaşmalıdırlar. Riski sevməyiblər də. Kommunizm riski sevmir. Kapitalizm gətirdi o risk anlayışını, atılmaq, risk, düşənə dilə girişimci falan. Biz sığortalamağı xoşlayır da bizim valideynlər ki, sığorta nədir? 500-600 bal əla girdin, oxudun, nə işsən, qalstuğu tax get də. Bu standartdır. Dövlət işin var. Hə, dövlət işin var, maaşı əladır. Və biz
Bu da pis şey deyil, əlbəttə. Yəni bunu aşağı salmaq istəmirəm şeyini. Bu da əladır. Burada da bir xüsusi bir bacarıq, uğur var filan. Amma riskli adamlar nədir? Ya bizneslə məşğul olan adamlar olurlar. Yəni indi təhsilini alıblar, ha, institut falan. Atırlar biznesə ya da sənətə atılırlar. Bunlar elə bir növ qumar oynayırlar da. Alınmasa evin tənqidi, cəmiyyətin lağlağası, nə oldu, getdin şair ol. Bildin nə demək istəyirsən? Getdin senarist oldun, zarafatın bir dənə yazdı, 2 dənə vayın lağlağa falan. Və bu risk eləyən adamlar bəzən o mühəndislərdən daha çox şey görmüş olurlar, daha çox həyat bilirlər. Amma bir yerə qədər başa çıxmalıdırlar bu şeylə. Necə? Bir universitet tələbəsi 3-cü kursda, 4-cü kursda içində bir eşq var. Deyir ki, mən ssenari yazacağam. Mən sevirəm ssenari yazmağı, amma ailəyə bunu izah eləmək olmur da. Ata mən ssenari deyir, gedişinlə məşğul ol, get dərs oxu falan. Bu insanlar üçün, bu tələbələr üçün, bu 18, 19, 20 yaşında təsadüf edir bu hadisələr. Bunlara nə deyə bilərsən? Özün də universitet oxumusan da. Bu yolu necə keçsinlər? Onlara nə motivasiya verə bilərsən ki, davam eləyin. Bunun axırında mənəvi maddi uğur var, bir ruhu doyumluq gəlib çıxasınız. Mənim qardaşım bir söz var, deyir mən nə qədər əziyyət çəksəm də bu şeydə zövq alıram. Bu işin əziyyətindən də zövq alıram. Adam xoşbəxtliyi tapıb da bir növdə, iş karyerasında tapıb. Amma mən çox yuxarı bir maaş alan mütəxəssis tanıyıram. Deyir ki, bəs necə yola verək bir dənə bu gündə? Nə işdən çıxsam iş quracam özümə. Baxsan ki, adam qardaşımdan da bəlkə çox qazan. Bu yolu keçmək, öz uğuruna, xoşbəxtliyinə çatmaq istəyən adamlara, tələbələrə, uşaqlara nə motivasiya verə bilərsən? Güclənsinlər onlar. Deyərəm indi onu Elvinlə o məsələdə biraz biz həmişə fikir ayrılığına düşürük. Elvin həqiqətən sən deyən kimidir. İşdən kənarda, yəni işimiz bitəndən sonra da ancaq istəyir ssenari ilə bağlı danışsın. Bu mövzuda biraz yola getmirik. Amma mən məsələn istənilən işdə, prosesdə elə insanam ki, düşünürəm məsələn 2 saat oturaq, tamam başqa şeylərdən danışaq. İş danışmayaq. Çünki mənim üçün işdən danışanda belə hal-hazırda işdəyəm kimi düşünürəm də, amma yəqin ki, insanın istirahətə ehtiyacı var da, yəni insan istirahəti labüddür. İndi qayıdaq o suala, bizim hal-hazırda da yanımızda 5-6 nəfər var, gənclərdən ibarət ki, təcrübəçilərdir, bu ildən başlayıblar ki, bu proses ümumiyyətlə, Babək, sən bunu bilirsən, indi bilməyənlər üçün də, bizi tanıyanlar üçün də agah olsun ki, biz Elvinlə bir yerdə başlamışıq və bu 6-7 il ərzində 10-12 nəfər olub ki, hal-hazırda o dostlar, yoldaşlar hamısı bu sahədə məşğuldurlar, müxtəlif reytinqli seriallarda, reytinqli verilişlərdə çalışırlar redaktor kimi. Onlar bizim yanımızda ilk öncədən, belə deyim də, ilk addımlarını, ilk ssenarini bizim yanımızda yazıblar. İndi bunu bu günə qədər qəbul edənlər də var, bunu inkar edənlər də var. Onlar da Allah hamısının ruhsunu versin. Yeni gələn insanlar düşünürük ki, daha yaxşıdırlar, daha gəncdilər, başqa cür düşünən artıq insanlardılar və onlara iş prosesi ilə bağlı sən dedin, məsələn, əslində biraz sıxıntı yaranır. Çünki müəyyən bir səbir müddəti lazımdır ki, hansısa bir gəliri əldə eləyəsən. Motivasiyadan tez düşürlər və təbii ki, o gəlir olmur, amma biz çalışırıq ki, onlara bir fürsət yaradaq ki, onlar həm öz işlərində qala bilsinlər, oradan da müəyyən gəlir əldə etsinlər, ta ki, burada tam hazır olub, tam bir növ işin içində bişənə qədər hansısa bir yüksək maaşlı, qanararlı serialı bizlə bərabər yazana qədər, yəni heç kəsdən xüsusi tələb olmuyor. İşdə həftənin bir gününü ayıra bilərsən, 5 gün işləyirsən, 6 gün işləyirsən, bazar günü məsələn gəlib gedib öyrənə bilərsən. Bu məncə çalışmaq istəyənlər üçün bir
hardasa bir yüngül motivasiya ola bilər ki, tam da hər yerdən əlvi ayağı kəsmədən belə ssenari ilə məşğul ola bilərsən və yaxud da İşdən sonra falan, nəsə işdən sonra da olar. Hə. Bu arada deyim, izləyənlər bilsinlər ki, siz ümumiyyətlə ödəniş də almırsınız onlardan da. Yəni bu Yox, öyrətmə falan proses hamısı Yox, təbii ki. yəni yetişdirirsiniz ümumiyyətlə, kadr yetişdirirsiniz də, yəni. Hətta yəni ödəniş də eləyirsiniz onlara iş gördükləri işin qarşılığında falan, yəni gördükdə. Yəni mən nəyi düşünürəm? Bu indi aşağı-yuxarı artıq mənim 35 yaşım var, Elvində 37-dir. Yəni bizdə bir yerə qədər bu işlə məşğul ola biləcəyik də. Çünki artıq düşüncələr dəyişir, zamanla ayaqlaşmaq lazımdır. Gənclərin yolunu asırsınız, çəkilirsiniz. Hə, indi gənclərin yolunu asırıq deyib özümüzü özünüz də gəncsiniz də, yəni. Yaşlı göstərməyə, amma Babək həqiqətən bizim ölkədə hələ ki bu ssenari prosesləri, məsələləri o qədər inkişaf eləməyib ki, bununla bağlı sırf məsələ Bu üçün demotivasiya eləməz uşaqlar. Məsələn, deyirsən ssenari tam oturuşmayıb falan, bu uşaqlar demotivasiya eləməz. Yox, əksinə məsəl üçün bu sahədə boşluq, elə sahələr var ki, o sahə artıq o qədər oturuşub ki və o qədər orada belə deyim də, o əjdahalar var ki, bir növ artıq proseslər çevrilir monopoliyaya. O sahəyə girmək çətindir. Onda belə deyək də, motivasiya olsun deyək ki, sahədə boşluq var, özünü yetişdirən, özlərində işləyən gənclər ssenari sayəsində burada ciddi yerlərə gəlib çıxa bilərlər də. 10 ildən sonra, məsələn, bu gün başlasın, bu gün deyəndə, məsələn, bu veriliş efirə gedəndə kimsə başlasın, düzdür, Azərbaycanda hələ ki, Azərbaycan dilində bir kitab var, səhv eləmirəmsə Robert Makin kitabı da tərcümə olunmuşdu, yəni ssenari ilə bağlı. Adını yəni deyərsən kitabın. Onu qeyd eləyək şeydə. Hə, kitabın adı tam yadımda deyil. Ssenari bilməm, ssenari necə yazılırdı. Nəsə bu tip bir şeydir. Cəlil Cavanşir dostumuz var. Yazıçı o tərcümə eləyib, amma indi türk dilini yəqin ki artıq çoxumuz bilirik. Türk dilində kitablar çoxdur, yetəri qədər. Yəni ala bilərlər. Hətta indi müəyyən məlumatları məsəl üçün YouTube-dan da öyrənə bilərlər. Mən bilirəm Yılmaz Ərdoğanın da dərsləri var ssenari ilə bağlı, yəni YouTube-da. İndi ingilis dilini, rus dilini bilənlər o dillərdə daha çox təbii ki baza var, məhsullar var ki, öyrənə bilərlər. Amma bir reallıq var. Məsəl üçün bizim dostlarımız var, Babək. Ssenari bəlkə də bilikləri məndən, Elvindən də çoxdur. Türkiyədə təhsil alan var, Amerikada müəyyən qədər praktikalardan keçən var. Amma Azərbaycan reallığı başqadır. Sən ola bilər ki, bütün o ssenari kitablarını oxumusan, ssenarinin müəyyən dəsti xətti var, gedişi var, o 7 addım falan proseslər var, hamısını bilirsən. Amma gəlib oturarsan bizlə bir yerdə bu ssenari yazdığımız bir mühit var da, o mühitdə görərsən ki, yox, mənim o 10 kitabım heç nə, burada lazım deyil. Çünki Azərbaycan reallığı var, Azərbaycan televiziyasının oradakı siz təcrübənizdən pul qazanırsınız da, daha çox biliyinizdən yox, təcrübənizdən pul qazanırsınız. Mütləq şəkildə, yəni bizim o insanlara verə bildiyimiz ən böyük töhvə ki, sən qeyd elədiyin kimi heç bir ödəniş almadan verdiyimiz ən böyük töhvə gəlib prosesin içərisində iştirak eləməkdir, o təcrübəni yığmaqdır. Ümumiyyətlə, ildə bu, hər il belə yığım olur, yeni gələnləri götürür. Demək olar ki, hər il olur, çünki yay ərəfəsində tətil olur. Bunu Instagramdan elan edirsiniz də? Çox zaman, onda səni izləsinlər, ümumiyyətlə ssenari sayəsində olanlar izləsinlər səni, bir də Elvin Paşanı izləsinlər, orada tez-tez belə müraciətlər olur. Dünya görüşümüzü kökündən dəyişəcək 3 dənə kitabdır. Adı Leyladan başqa. Dünya görüşümüzü kökündən dəyişəcək almafobiyanla demək olmaz. Kitab, təbii ki, əslində belə yüzlərlə kitab var. 3 kitab. Mən istəməzdim motivasiya xarakterli kitablar, yəqin siz özünüz bu haqda məlumat verirsiniz. Mən məsələn özümə təsir eləyən, düşüncələrimə təsir eləyən Lev Tolstoyun Etiraf. Bu kitab hətta Azərbaycan dilində var. Yəni asanlıqla əldə eləyə bilərlər. Bir onu deyim, bir də yəqin ki, onu deməliyəm. Hər kəs bilsə də Victor Hugo'nun Səfilləri. Bir də məsəl üçün sırf bir kitab deməzdim,
Amma Anton Çexovun hekayələrini oxumağı tövsiyə eləyərdim. Bu üç dediyin kitab həm də ssenaristlər üçün, bu sahəyə başlayanlar üçün də məhsullardır. Çətinliklər qarşısında təslim olmamaq üçün 3 səbəb. Bu ola bilər adam ruhi çöküb elədi ki, məsələn bu 3 səbəb deyib ayağa qaldıraraq bəlkə də Ayağa adamı qaldır. təslim Bu olmamaq ikisini üçün bəlkə səbəb. də bir yerdə deyərdim. Bunu hələ səhv eləmirəmsə bu gün səhər rastıma çıxmışdı. Ya Yapon ya Çin atalar sözüdür. Onların bir deyimidir ki, əgər bir problemin varsa və düşünürsən ki, bu problemin həlli yolu var, onda onu dərd eləmə, o problem deyil. Əgər bir problemin varsa və bilirsən ki, bu problem həll olunmayan bir problemdir, onu da dərd eləmə, artıq o da problem deyil, problemdən çıxır. Məncə bu ikisini Səbəb verə bilərik təslim olmamaq üçün. Yəni təslim olmamaq üçün, bunun yəni problemlər qarşısında təslim olmamaq üçün dedim bunu. Yəni ona nümunə olaraq. hə, Yəni problem olsa təslim olmayın ona görə ki, problem həll oluna bilər. Olunmursa da yenə də problem deyil. ümumiyyətlə hə, bir yerdə də insan düşünməlidir. Düzdür, bu biraz da inanc məsələsidir, inan məsələsidir. Baş verən proseslər hamısı müvəqqətidir, fanidir və nə qədər yaşayırsan, nə qədər ki sənin yaşama möhlətin varsa, sən mübarizə aparmağa, bir növ döyüşməyə məcbursan. Yəni bu sənin artıq yazılmış taleyindir. Yəni sən yazılandan öncə təslim olmağa haqqın yoxdur. Gözəl fikirdir. Şair ola bilmək üçün 3 qızıl qayda. Aha. Qısa ol. Şair ola bilmək üçün. Burada yenə də əvvəl iki nüans ortaya çıxır. Məsələn, mən şeirlərə bu cür yanaşıram. Texniki şeirlər var, texnika gücünə yazılan və duyğu şeirləri var. Birinci səbəb texnikanı bilməkdir, önəmlidir. Şeirin texnikasını bilmək lazımdır. Bəli, əgər şeir yazmaq üçün əsas səbəb ki, bu sahədən məlumatlı olmalısan. İkinci məsələ duyğu məsələsidir. Bu artıq ya səndə var, ya səndə yoxdur məsələsidir. Hə, bu zamanla qazanılası bir şey deyil. Üçüncü də məncə hazırki bizim dövrə görə bir növ sənin sosial vəziyyətin, yaşam durumun şeir yazmaq üçün. Kasıbsansa şeir yazma deməkdir bu, yoxsa nə deməkdir? Yəni Yox, indi bu əslində kasıb varlıya da tam bölünmür. Baxır sən kasıbsansa necə kasıbsan, varlısansa necə varlısan. Ola bilər sən varlısan və hədsiz dərəcədə həm də xoşbəxtsən və sənin yetəri qədər də boş vaxtın var. Aha. Amma ola bilər ki, varlısan, amma məsəl üçün mənim tanıdığım elə insanlar var ki, yaxşıdır, yəni şükür hər şeyi imkanı, amma demək olar ki, onun bir dostu ilə də yarım saat oturmağa vaxtı yoxdur. Yəni bütün o prosesi də hətta, yəni o da alınmır. Yəni buraxsa, yəni əlindən buraxsa, o artıq bir aydan sonra həmin insan olmayacaq, varlı olmayacaq. Eynicə də kasıb. Kasıb var ki, doğrudan da o hansısa bir dərd, yaşantılar ona şeir yazdırır. Kasıb var ki, onun da həyatındakı stres ümumiyyətlə şeir, ədəbiyyat yanında deyərsən, ağır cavab eşidərsən. Yəni vaxt, üçüncü olaraq da vaxt. Hə. Bəli, bizim şəxsi inkişafımızı dəstəkləyəcək 3 dənə kinodur. İnkişaf məncə Babəkində burada düşünək ki, inkişaf deyəndə nəyi nəzərdə tuturuq? Fərqli istiqamətlərdə inkişaf olur. Məsələn, şəxsin özünü, mənəvi aləmini inkişafı üçün mənim baxdığım Yunus Əmrə serialı var idi. Düşünürəm, izləyən olsa onun bir mənəvi yüksəlişinə həmin insanın təsiri ola bilər. Orada Tapdıq Əmrənin möhtəşəm möcüzələri var. Yəni Bəli, hə. Yəni insanın düşüncələrini, həyata baxışını dəyişəcək yetəri qədər orada nüanslar var. Əsl şəxsi inkişafdır məncə o üçün. Bəli. Amma indi məsələn, indi birində xatırladım. Yəni özümə xoş təsir edən kinolardan təbii ki, misal çəkəcəyəm. Məsələn, texnologiya inkişafını nəzərə alsaq, yəni müasirlik, Black Mirror serialı var.
Qara güzgü səhv Elə eləmirəmsə belə hə tərcümə. tərcümə olunur. Düzdür, o ne tam serial kimi düşünmək, orada hər film başqa mövzudan, hər bölüm başqa mövzudan bəhs edir, amma məsələn mənim ən bəyəndiyim, yəni bütün bölümlərini maraqla izlədiyim və tövsiyə elədiyim serialdır, belə deyək. Filmdir ki, o da insanın düşüncələrini və texnologiya haqqında, gələcək dünya haqqında müəyyən fikirlər formalaşdırır ki, orada təhlükəli məqamlar da var. Yəni texnologiya hər zaman uğur deyil. Texnologiyanın yarada biləcəyi fəsadlar da var ki, hamısına toxunulur. Bir də birini də deməliyəm, düzdürmü? Üçüncü inkişafla bağlı məsələn mən bir də düşünürəm ki, insan hər situasiyada, hətta bəlkə bayaqki suala da qayıdacağıq, o təslim olmamaqla bağlı. O da Prison Break. Michael baş obrazının adı yadımdan çıxıb, Michael kim? O hətta ən ağıllı personajlar, obrazlar siyahısındadır. Yəni bu günə qədər çəkilən filmlərdə. Təbii ki, bu filmdir. İndi reallıqda elə insan varmı, yoxmu bu sualdır. Amma o filmdəki o xırda detallar var ha. Hər dəfə o çətinliyə, çıxılmaz vəziyyətə düşəndən sonra insan zəkasının, insan beyninin nələrə qadir olduğu və hansı vəziyyətdən hansı addımlarla, hansı siyasi addımlarla və yaxud da biliklərlə çıxma nöqtələri var ki, məncə o da izlənilməsi filmdir və bir növdə insana motivasiya olacaq. İnşallah baxanlar Addımlar var izləyərlər. Bu ssenari tərəfdən, bir də şairlik tərəfdən səndən 3 dənə şeir alım. Bunlar da Birini yəni mən ki, deyim, ikisini sən de. Fələstinli uşaq. Birini mən dedim, ikisini də səndən alaq. Biri sənin şeirin olsun. hə, çox sağ ol. Biri də onda mən deyim, elə Elvin Paşadan. Haydan gəlib xuya gedirəm. Hə, o şeirində mən onu Elvinin özünə də demişdim. Bir sətir O var. şeiri videonun altına qoyacağam, istəyənlər oxuyarlar, haydan gəlib. Əla olar. Orada bir sətir var, Babək. Deyir, sonra bir daş parçası gördüm, məzarlıqdan binaya baxıb çaş deyirdi. Möhtəşəm hissəsidir. Hə, o həqiqətən mən o sətirin Amma bir dənə yenidən təkrar ala üzərində- bilərik səndən. Bir dənə yenidən təkrar ala bilərik, o hissəsini yenidən bir dənə deyə bilərsən. sonra bir daş parçası gördüm, məzarlıqdan binaya baxıb çaş deyirdi. Bu məncə hər insanın həyatında olan, zamanla olan bir məqamdır ki, olduğumuz yerdən razı olmuruq və yaxud da düşünürük ki, olduğumuz yer bura deyil və olmalı olduğumuz yeri görəndə içimizdən bir kaş keçir. Amma kaş ki, o kaşı demədən öncə düzgün addımlar ataq. Gözəl, bir şeir dənə də bir lazımdır. şey qal. Bir şey də görüm də xatırlayıram. Klassiklərdən falan ola bilər. Motivasiya xarakterli olmalıdır. Yox, fərq yoxdur. Yəni sənin şeirində Elvinin bu dediyin şeydir. Şəxsi inkişafdır bu da. Yəni oradan nəsə götürdün, nəsə sən anladınsa, səni qabağa apardısa bu şəxsi inkişafdır. Bir Musa Yaqubun bir şeiri var. Musa Yaqub. Orada bir sətir var, iki sətir daha doğrusu deyim. Deyir, qürubuna başım qoyub ölməyə bu axşamı özüm üçün yaratdım. Əslində o şeir bir qədər qəmlidir, yəni lirik şeirdir. Amma o şeirin elə bir ki, məsəl üçün mən də yəni özümdən deyirəm də, o ifadə var, bu axşamı özüm üçün yaratdım. Nəsə o şeir mənə bir motivasiya verir və onu bir növ mən belə görəm də, insan özünə uyğun olan ab-hava var, atmosfer var, yəni. İnsan onu yaratmağı bacarmalıdır. Bu məncə maddiyyata baxan bir şey deyil. Evet. Yəni biz hərdən gözləyirik ki, mənim də yaxşı imkanım olsa, falan evim olsa, falan həyatım olsa, belə eləyərəm, yəni xoşbəxt olaram. Amma mənim real tanıdığım insanlar var ki, yəni aşağı əmək haqqı ilə yaşayan insanlardır. Lap açıq deyim ki, məsəl üçün teatr aktyoru, yəni aşağı-yuxarı hamımız bilirik də, yəni onların gəlirini, qazancını. Amma özünə balaca evdə bir gözəl şərait yaradıb bir otaqda ki, o otağa girəndə yəni insanın həqiqətən əhvalı xoş olur. İnsanın bir ruhu dincəlir və o da öz xoşbəxtliyini orada tapıb.
Məncə hər kəs o axşamı, o ortamı özü üçün Yaratmalıdır, yaratmalı, hə, bəli. bacarmalıdır. Biz bəzən böyük şeylərdə axtarırıq. Xoşbəxtçiliyi, rahatçılığı, daxili sükunəti, amma çox xırda Xırda şeylərlə, şeylərdədir. hə, yəni bir sətr şeir belə oxuyub onu Xoşbəxt hə, olmaq olar. xoşbəxt olmaq olur. Yəni bir dənə kinoya baxıb həyatı unutmaq olur. Yəni kinoya baxsan 2 saat, həmin o 2 saat beyin alfa dalğasında olur da bütün dünyanı unudursan və o xoşbəxtçilik səndə uzun müddət gedir. Pərviz, son sualdır. Heç vaxt eləməməli olduğumuz 3 səhv nədir ki, bax biz bunları eləyəcəyik və bizim həyatımız alt-üst olacaq. Çalışma lazımdır ilk öncə bu 3 səhvdən uzaq duraq. Yeniyetmələr, tələbələr və yaxud da ki, o 30 yaşa qədər, nə bilim, 40 yaşa qədər fərq eləyirmi o səhvlər? Məsələn, uşaqlıq səhvləri fərqli ola bilər, yeniyetmə səhvləri fərqli ola bilər. Bunlar ümumiləşdirib 3 dənə deyə bilərsən hər perioda görə. Yoxsa 3 dənə ümumi səhv var ki, fərq eləmir bu səhvlər. Hə, mən məsələn bu həqiqətən ağır sualdır. Çünki mən məsələn bu sualı düşünəndə fikirləşdim ki, elə səhvləri bir qədər də demək lazımdır ki, onun içərisində qınamaq olmasın. Çünki mən ümumiyyətlə bu məsələdən çox yayınan və qaçan insanam ki, deyərəm, o dediyim məsələ qınamaq olar. Ki, filan səhvi eləməyin. Çünki o şeydən yəni qorxan insanam ki, okey, aydındır. Onu mən qınadığımız yəni başımıza belə gələr. düzəldim onda, belə düzəldim. Yəni bir şey var deyir ki, mən sənə məsləhət verirəm, o bu demək deyil, mən səndən ağlayam. Bu demək ki, mən səndən daha çox səhv eləmişəm. Hə. Ona görə mən sənə məsləhət verə biləm. Biz onda belə alaq da. Amma indi dönəmlərə bölsək, sən deyən kimi, Ümumiləşdirsən də olar. Yeniyetməliyə qədər məncə məktəb illəri üçün də, yəni bir insanın edə biləcəyi ən böyük səhv o məktəb dövründəki təhsil var ha, ona biganə yanaşmasıdır. Məsələn, onu geri qaytarmaq olmur. Və mən buna həyatımda dəfələrlə rastlaşmışam və bir qədər də o vaxt narazı olduğum proseslər var idi ya, tutaq ki, müəllimlər var idi və yaxud da hansısa təzyiqlər və çox xoşbəxtəm ki, onlar olublar zamanında. Məktəb dövründə öyrənib oxuduqlarım, artıq bir 20 ilə yaxında mən məktəb bitirmişəm. Hələ də beynimdədir. Yəni ondan sonra oxuduqlarım o 15 ildəkilər, onlar gəlib gedirlər. Məktəb fundament təməl var. Çox mükəmməl olmalıdır. Yəni indi bizdə mükəmməl olmuyor təbii ki, amma yaxşı ki, heç olmasa müəyyən qədər olub da, hə. İndi çalışıb əlası bitirə bilmişik. Sonra ikinci olaraq İkinci dövrü hesablasaq, məsələn 18-dən məsələn neçəyə qədər hesablayaq? Yəni sən özün 35 yaşın var. Hə, 35. Biz elə onda 2 perioda bölək. Bir 18 yaşa qədər, 18 yaşından sonra da 35 yaşa qədər eləməyəcəyimiz səhv nə olar? Bu da istəyirəm, yəni belə dünyəvi məsələlərdən danışaq, başqa səhvlərə getməyək. Məncə 35 yaşa qədər insan artıq nə istədiyini, hansı sahədə olduğunun fərqinə varmalıdır. Fərqinə varmamaq səhvindən uzaq durmaq. Hə, fərqinə varmamaq və yaxud da o belə insanlar var, müvəqqəti yanaşır. 5 gündə burada baxsan artıq yaşı 40-ı keçib, amma məşğul olduğu işi müvəqqəti görür. Ki bir dənə bunu şey edim görüm nə olur. Disiplinasızlıq. Hə. Nizam intizamı mütləq olmalıdır. Və bayaq da mən bir dənə söz demək, qəti qərarlı olma. Nəyi eləyirsən, əmin olmalısan ki, yəni bunu eləyirəm, mən bunu axıra qədər eləməliyəm. Çünki təbii ki, bu da demirəm, hər səhvin də dalınca belə gedin. Mütləq ki, istənilən işi, prosesi analiz etmə qabiliyyəti olmalıdır da. Bir atalarımız da deyib 100 ölç, bir biç. Amma o fikrə ki, artıq qəti gəlmisənsə, onun üzərinə düşmək lazımdır və mətin addımlamalısan o yolda. Möhtəşəm Pərviz. Verilişin sonudur. Deməli, mən səndən bir dənə cümlə istəyəcəm ki, biz təsəvvür eləyək ki, bir mikrofon vermişik və bütün Azərbaycan səni dinləyir və sən bir dənə şey istəyəcəksən və hamı əməl eləyəcək. Bu nə olardı? Bütün Azərbaycan bunu əməl eləyəcək. Bir dənə şey istəyəcəksən amma.
F-top Elə alın. bir manat. Bu daha qəşəngdir. Sən Siyasi bir şey. inanırsan ki, Babək, bax bu sualı indi mən bilmirdim də. Amma onu yadıma salmaq istəyirəm. Mənim bu həyatımda elə məqamlar olub ki, hansısa bu kinoya baxmışam ha. Demişəm ki, ayda mən necə eləyim ki, hamı bu kinoya baxsın. Bax bu şey keçib ürəyimdən. Ya və hansısa ki, nə bilim, kitab olub, bir şeir olsun ha. Hətta bir videoya bir qardaş demiş o hansısa bir çıxıb da qabağıma bir 30 saniyəlik video kimi. Mən bunu paylaşacağam, mənim storyimdə görəcək 500 nəfər. Yox, yəni bunu hamı baxıb əmin olmalı ki, yəni daha doğrusu hali olmalı da bu prosesdə. İndi bax onlardan birini yadıma sala bilmirəm ki, O cür birini cavab deyim. vermək istəyirsən. Yəni filan şeyə baxın, filan şeyə filan. Yəqin ki, Babək hər kəsə demək istəyərdim ki, xüsusən də valideynlərə övladlarını sağlam böyütsünlər, tək səhhət olaraq yox ki, valideynlər hər zaman övladlarının səhhəti ilə maraqlanırlar, sağlamlığı ilə maraqlanırlar. Amma bunu ilə yanaşı onların təfəkkürü, düşüncəsi, təhsili, bunlar da sağlam olmalıdır ki, o uşaqlar bizim gələcəyimizdir və nəticədə illər sonra biz sağlam bir cəmiyyətdə yaşayarıq. Möhtəşəm. Yəni sağlam fərd yetişdirsinlər. Pərviz, gəldiyin üçün çox sağ ol. Mən də təşəkkür edirəm dəvət üçün. Çox maraqlı söhbət oldu. Ümid edirəm baxanlar çox şey həyatlarına qatacaqlar. Ümumiləşdirək bir dənə biz bu komanda olaraq bu podkast çəkməkdə məqsədimiz videonun əvvəlində də dedim. Bayağılıqdan, səviyyəsizlikdən, belə lap məişət üstündə isə düşüklükdən uzaq qalmaq insanı həm ruhən, həm fiziki olaraq sağlam saxlayır. Özünü inkişaf elətdirmək istəyənlər və uğurlu insanların hekayələrinə, məsləhətlərinə qulaq asmaq istəyənlər bizi izləməyi unutmasınlar. Sağ olun. Sağ ol Pərviz. Sağ ol.